Salam uşaqlar, biz yenə Səvrəzli bərabər söhbət hərəkətdə ən son bölünməsində 11-ci suala baxırıq, açıq suala. Burada nə görürük? Burada bir-birinə bağlanmış disklər görürük. Bizdə nə deyir? K nöqtəsində AK bərabərdir 2 metr böl saniyənin kvadratıdır. Burada nə görürük bir də uşaqlar biz? R K da bərabərdir 2 R görürük. Okay. Biz nə bilirik uşaqlar? Birləşmiş disklər bir-birinə bir ip midiyə və yaxud da bir nəyləsə belə bağlı olduğu zaman bu çevrədəki olan buradakı çevrədəki olan xətti sürətlə buradakı olan bu kiçik bağlı olan xətti sürət eynidir. Bunların ikisində V konstantdır. Burada V konstantdır. Yəni bu 2R'də bir də 1R'də olan disklərdəki olan V-ləri, yəni xətti sürətləri konstantdır. Bunu necə misal deyə bilərik? Məsələn, siz maşın sürürsünüz, maşının arxa təkəri ilə ön təkəri hərəsi fərqli sürətlərdə gedir deyə bilmərik də. Bu da ona bir misaldır. Sonra burada biz nə baxırıq? Görürük ki, burada dedik ya biz xətti sürət konstantdır. Xətti sürət konstant olduğuna görə biz mərkəzi açma təcilinin xətti sürətlə və R ilə olan düsturuna baxaq. Onda biz burada nə görürük? A bərabərdir V kvadrat böl R düsturundan istifadə edəcəyik. Burada məsələn biz AK yazsaq, V'miz zaten konstantdır. Burada RK yazsaq. Biz burada nə görürük uşaqlar? Burada mərkəzi açma təcili ilə radius tərs mütənasibdir. Onda biz bu asıllığı yaza bilərik. AK böl bu nöqtədə L nöqtəsində olan AL bərabərdir R L böl RK. Və qiymətlərin yerinə qoysaq, AK-mız bizə verib 2 böl AL bərabərdir. RL-miz R-dir. RK-mız nədir? 2R-dir. İxtisar edir bunlar. Nə olduğunda biz AL-i tapdıq. O da bərabərdir nəyə? 4-ə. 4 metr böl saniyənin kvadratı. Okay. Biz burada tapdıq ki, yəni burada AL-imiz nədir? Uşaqlar, AL-imiz nədir? 4 metr böl saniyədir. Saniyənin kvadratıdır. Okay, biz indi bu M nöqtəsinə baxacaq. M nöqtəsinin radiusu nə qədərdir? Çevrəsinin 3R'dir. Baxıb görürük ki, bu AL, yəni bu çevrə, L nöqtəsinin çevrəsindən M nöqtəsi bir diskin üzərindədir. Bir diskin üzərində olduğunda biz bilirdik nələr sabitdir. Omega bucaq sürəti, N tezlik, period və dövrlərin sayı sabit qalır. Onda biz burada elə bir düstur yazacağıq ki, bunlardan biri sabit qalsın. Ən belə bizə uyğun olan nə idi? A bərabərdir omega kvadratı R. Yenə burada indi mən AL yazsam, burada RL yazsam, onda necə asıl olur? A-larla, A-la R burada düz asıl olur. Onda yazıram A, L, A, M bərabərdir R, L, R, M. Qiymətlərin yerinə qoysaq, burada onda nə oldu? A-mız, A-L-im 4-dür. A-M-i tap deyir. R-im nədir? R-L-im nədir? R özüdür. Bəs şey nədir? Buradan baxsaq uşaqlar, R-imiz burada nədir? 3R-dir. R-M-miz 3R. Yine ixtisarımız getdi. Buradan biz A-M-mizi tapdıq. Nə oldu uşaqlar? 12 metr böl saniyənin kvadratı oldu. Onda bizim cavabımız A-L-miz budur. A-M-miz də budur. Biz burada cavabımızı tapdıq. 12-ci sualda bundan nisbətən asandır. Bu da həmən bu yolla gedəcək.